Elkin bəy, bəs nə üçün xəstə uşaqlar var? O da bu yenə də eyni qəbildən sualdır. Yəni çox dəyərli, çox yüksək ruhlu Mir Mövsüm ağa. Ha. Yəni onlar özləri belə seçiblər gəlməyi. Onun belə deyim də içini açmaq mənə düşməz. Bilgim var, amma içini açmaq mənə düşməz. Amma yəni yenə də həmin məsələyə gəlib çıxırıq. Yəni iki tərəfi də var. Hətta səhv eləmirəmsə İngiltərənin baş məşqçisi var idi. O demişdi ki, bu dünyaya şikayət, nə bilim, xəstə gələn insanlar keçmiş həyatındakı günahlara görə belə olublar və onun baş məşqçiliyini atdılar barə və düz elədilər mənə görə. Çünki standart paketə saldı. Olmaz elə eləmək. Ola da bilər, olmaya da bilər. Bəli də, yoxdur axı bunun belə necə deyim, göstərgəsi yoxdur da ki, bu 100% belədir. Bəli, bəli. Bildiniz, yəni bu çox qarmaqarışıqdır. İndi mən erkinəm də, qabağınızda şükür Allah durmuşam, sağlam. Hər şey yerimdə. Mənim ruhumu kim təyin edə bilər ki, mən yaxşı adamam və ya keçmiş həyatımda yaxşı olmuşam və ya pis olmuşam. Adamlar var ki, yəni əzazilin biridir, hər şey də yerindədir. Hər şey yerindədir. Yüksək ruhlu adamdır mı? Bir düz nə demək istəyirəm? Bəli. Yəni ona görə qəliblərə salmaq lazım deyil. Ona görə bu şeyləri çox fərdi, konkret baxıb. Deyə bilərsiniz ki, Elkin bəy, bu adam necə adamdır? Yəni mən baxaram, deyərəm ki, bunun məsəl üçün karmik, nəslindən gələn karmik məsələlər budur, özünün ruhuna bağlı məsələlər budur, gedəcəyi yolda budur. Keçməsə belə olacaq. Yaxşı, Elkin bəy, mən necə adamam? Onu deməyək. Niyə? Onu siz özünüz təyin eləməyə çalışın. Başqasından fikir göndərməyin, mən yanlış göndərə bilərəm. Salaram sizi matritsaya. Bəxtiniz axı deyə bilərəm. O mənada deyə bilərəm ki, yəni bunun analizini aparıb. Bütün doğum tarixi, bütün mental bədənə baxıb, hara gedir, hardan gəlib, niyə gedir. Yəni belə deyim, bu ilkin təəssürat. İlkin təəssürat, ümumiyyətlə iki insan ilk görüşəndə cəmi 15 saniyəyə insanlar hələ salam verib bir-birindən danışmamışdan qabaq, ruhlar artıq 15 saniyə bir-birini belə deyim skan eləyib bir qərara gəlirlər. Sonra biz onun məntiqini atırıq, yox, elə deyir, bu yaxşı adamdır. Və yaxud da ki, yox, bu pis adamdır. Onda o 15 saniyədə bildiyimiz düzdür, hiss etdiyimiz. Bəli. Hətta kim milyoner olmaq istəyir verilişində, Rusiyadan baxırdım ona. Orada deməli bir adam gəlmişdi, çox savadlı bir adam idi. Və suallara cavab verdi məntiqlə, getdi bir yerə qədər, bilgisi çatdığı qədər. Sonra bütün onun əlindəki o kömək, yardım üsulları qurtarmışdı. Deyir, mənim dostlarım mənə dedilər ki, mənim dostlarım var, güclü fiziklərlə kimlər. Onlar mənə dedilər ki, sənə sual gələndə cavabların içinə bax, ilk ağlıva gələni dinlə. Fikirləşmə. Bilmirsən, sualı oxuduğun sual cavabı bilmirsən. Bilmirsən də bunu, bildiyi heç. Bunu bilmirsən. Bilmədiyin o cavabları oxuyanda ilk ağlıva gələn onun cavabı. Adam 3 dənə, 4 dənə elə cavab verdi. O birisində sonra girdi məntiqə, yandırdı. Onda bu həyatda məntiqə girməyək. İnsanın sağ yarım kürəsi və sol yarım kürəsi var. Sol yarım kürəsi həmin o dediyimiz məntiqi tərəfdir ki, saniyədə cəmi 16 vahid informasiya hasil edir. Yəni məntiq deyib fikirləşir yavaş-yavaş belə. Sağ yarım kürəsi isə bu daha çox qadınlarda belədir. Yəni, qadınların təbiəti belədir. Saniyədə 10 milyard vahid informasiya hasil edir. Ona görə bir qadın eyni vaxtda telefonla danışıb, yemək bişirib, oradan da paralel bir dənə də başqa bir şey haqqında da fikirləşə bilir. Və bu yaxınlarda belə bir mübahisə də düşmüşdü, kişi qadından üstündür və s. Əslində bu məntiqlə götürsək, qadınlar kişidən o şeydə üstündür. Sadəcə peşədə nəyə görə kişilər daha çox, o belə deyim, mahir ustadlar daha çox qabağa gedir. Çünki kişi məntiqi varlıqdır deyənə, bir şeyə fikrini yönəldir. Qadın orada qala bilmir. Dəyişir. Qadın orada qala bilmir, axıra gedir, yarımçı qoyur, keçir bura. Buradan keçir ora. O pərvanə kimi də, orası bir yerdə qalmır. Amma bunların hamısında da bir yarımçıqlıqlar var, başa düşürsünüz. Ona görə də, amma kişi gedir, ancaq bu bir enerjisini paylayır da qadın. 2 dənə yerə bölünəndə artıq kişi donur. Xalsa. İşləmir. O kompüterdə 5-6 dənə proqramı birdən açırsan donur ha. Yəni kişi odur. Amma kompüterdə var ki, 10-15 dənə
proqramı açır və rahat da işləyir, o da qadındır. Eynilə.